Manual terapevt Arzu Həsənov buradadır. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun deyirəm. İlk öncə mən soruşmaq istəyirəm ki, onurğa sütunu nəyə xidmət göstərir? Onun funksiyası haqqında bizə məlumat verək. Daha sonra yəni orqanizmdə nə kimi rolu vardır? Suallarım yenə də olacaq. Təbii ki, buradan biraz başlayaq. Çox gözəl sualdır. Ondan deyə bilərəm. Yəni onurğa sütunun haqqında təbii ki, saatlarla danışmaq olar. Amma təbii ki, yəni qısa bir verilişdə onun haqqında çalışacaq qısa da danışaq. Onurğa sütunu ümumiyyətlə orqanizmdə çox böyük ötürücü sistem. Yəni mərkəzi sinir sisteminin davamı olaraq bütün sinirlər onurğa sütunu vasitəsilə ötürülür orqanlara və sistemlərə. Yəni hətta balaca bir düşdüyünün dibində belə sinir ucu var. Yəni o deməkdir ki, onurğa sütunu əgər təbii ki, müəyyən problem varsa, yəni bu sinirin ötürülməsi ilə əlaqədar olaraq təbii ki, yerində də problemlər olacaq. Bəzən yenə deyirəm ki, biz uzun müddət müalicə olmayan xəstəliklərdə onurğa sütunu rolunu tamamilə demək olmaz danırıq, amma bəzən yadımızdan çıxır ki, yəni doğrudan da onurğa sütunu ilə bağlı ola bilər problemlər. Çünki təsəvvür edin ki, əgər bir 28 mərtəbəli bina kimi təsəvvür edə bilsəniz onurğa sütununu, hər mərtəbədən çıxan sinirlərin özünün rolu və funksiyası var. Bunu bəsit deyə bilərəm ki, məsələn, 2-ci, 3-cü, 4-cü fəqərədən çıxan sinirlər, fəqər arası sinirlər, üzü və üzvlərini, hətta başın üzvlərini belə idarə edir. Məsələn, gözün akkomadasiyası. Məsələn, gözün zəifliklərində, məsələn, göz həkimləri bəzən yenə də yaddan çıxardır, tutaq ki, 2-ci, 3-cü əgər fəqəri yerində deyilsə, yəni gözünlə bağlı problemlər də gələ bilər. Yəni, burun xəstəlikləri, tənəffüs yolu xəstəlikləri, yəni mərtəbə düşdükcə, yəni yuxarıdan aşağı düşdükcə, faktiki olaraq biz belə bir şeylə üzləşirik ki, onurğa sütunun problemləri gizli, yəni gözə görünmədən həmən xəstəliklərə nə edir? Elə bir ki, alovuna yağ dökür. Amma yenə deyirəm ki, bəzən məsələn, illərlə ürək xəstəsi müalicə olunur, 3 il, 5 il. Bəzən kardioloqların yadından çıxır ki, məsələn, onurğa sütununda yuxarı məsələn 5-ci boyun fəqərəsi ilə 7-ci döş fəqərəsi arasında əyrilik ola bilər. Fəqərələrin arasında problem ola bilər. Fəqərələrin burulması ola bilər. Fəqərələr arası diskin çökməsi ola bilər. Yəni bu şeylər yaddan çıxır, amma illərlə davamlı sürətdə xəstə dərmanlar alır. Və ya ağciyər xəstəlikləri. Adi məsələn bronxial asma, xroniki bronxit, uşaqlarda məsələn allergiyaların özü həmən onurğa sütununa bağlı müəyyən problemlərlə bilavasitə nədir? Bağlıdır. Aşağı düşdükcə məsələn böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, çox əksər hallarda məsələn şəkərli diabetin özü, məsələn onurğa sütunun 7-ci fəqərədən başlayaraq 8-ci, 9-cu, 10-cu fəqərənin arasında çıxan sinirlər müsariqə sinirlərini idarə edir və bu özü də bilavasitə mədə, mədə-altı vəzi, qaraciyər, 12 barmaq bağırsaq, məsələn, xəstələrdən yazmırlar, biz yəni xoralar deyirik, qastritlər deyirik. Yəni, bəzən əks hallarda biz onu düzdür, yeməyi yozuruq, amma sinirin özünün normal işləməməsi bilavasitə həmən o üzvlərin öz funksiyasının azalmasına, düzgün işləməsinə getirib çıxardır. Daha aşağı düşürük, yəni böyrəklər, üzr istəyirəm, yəni qadınlarda aybaşı problemləri, ginekoloji problemlər, kişilərdə potensiya problemi, prostat vəzinin problemləri, yəni get aşağı düşdükcə, yəni tam 1-ci mərtəbədən 28-ci mərtəbəyə düşə-düşə bütün orqanizmin bilavasitə özü ilə sinirlərlə bağlıdır və təbii ki, onurğa sütununun istənilən bir yerində, yəni fəqərələrin düzəni deyilən bir şey var. Yəni mən manual terapevtəm və təbii ki, ilk növbədə bizim işimiz onurğa sütununun fiziologiyasını bərp eləməkdir, onun düzənini bərp eləməkdir. Amma yenə deyirəm ki, indi təsəvvür edin ki, müasir dünyada yaşayırıq. Baxın, oturduğumuz divan, oturduğumuz maşının sükanının arxasındakı oturduğumuz yəni, kreslo, divanlarımız, yatdığımız yataqlar, qamətimiz, yəni bunlar hamısı zaman-zaman, yəni su damardaş dələr prinsipi ilə yavaş-yavaş orqanizm üstündə müəyyən problemlərə çevrilir. Əgər bunun üstünə yeməyimizi, qidalanmağımızı, içdiyimiz mayələri nəzərə alsaq, yəni bu çox böyük bir onurğa sütununa yüklənmiş problemə çevrilir. Amma biz onu gözümüzlə görəmirik və təəssüflər olsun ki, onurğa sütunu göz qabağında olmadığına görə, yəni biz onu gözümüzlə görə bilmirik, ancaq onun baş vermiş problemlərinin içərisində ruslar deyir, variti sobstvenum saku, öz suyun içində qaynayırıq. Və təəssüflər olsun, yenə də bunu dönə-dönə təəssüf həm işləkçilər deyirəm mən ki, yəni təbabət işçilərimiz, həkimlərimiz, yəni tibb işçilərimiz, hansı ki, bilavasitə məsələn xəstəliklərin müalicə edirlər, istənilən həkimlər. Yəni mən mərtəbələri ona görə saydım ki, yəni bu onurğa sütunu bütün tibb sahələrinə bağlıdır. Yəni onurğa sütununun tamlığını, fizioloji quruluşunu yaddan çıxarırlar. Və ona görə də yəni müalicə hansısa bir axarla yalnız baş verən dəyişiklikləri aradan götürülməklə məşğul olduğuna görə, səbəbini götürmədiyinə görə bəzən xəstəliklər yenə deyirəm, ildən ilə
həm sayı artırır, həm xəstənin özü dərinləşir və faktiki olaraq dərmandan asılı vəziyyətə çevrilir xəstələr. Ona görə də elə xəstələr, xüsusən də yəni uzun müddət müalicə olunan xəstələri biz məsləhət görürük. Öz klinikamızda da yəni bunu biz edirik. Yəni bütün həkimlərlə biz bir neçə dəfə konferensiyalar da keçiririk yəni öz klinikamızda və həkimlərin nəzərinə çatdırırıq ki, ay həkimlər, biz demirik yəni o xəstəni bizə göndərin. Siz xəstəni axıra qədər yalnız öyrənin. Yəni ki, əgər bax ki, kardioloqun yanına bilirəm 18 yaşında oğlan uşağı gəlirsə və 4 ildə artıq müalicə olunursa, amma deyirlər ki, heç bir şeyin yoxdur sənin. Baxanda müayinə olunur, baxırlar ki, ürəyin əzələsi normal, işıq funksiyası normal, heç bir ritm dəyişikliyi yox. Yəni problem yoxdur, amma buna baxmayaraq ağrılar var. Yəni ürək ağrıları onu narahat edir və təbii ki, yəni həkim ona yenə deyirəm, yəni o düşünmür, yəni bəzən vaxtda ki, yəni bunun problemi axı sinirdə də ola bilər. Yəni biz şükür olayıq, yəni bu konferensiya keçiləndən sonra məsələn öz klinikamızda biz görürük, yəni həkimlərin bizə göndərdiyi xəstələrin sayı artır. Yəni bu demək ki, yəni artıq bu nöqteyi nəzərdən həkimlərin diqqəti artıq onlara sunulur. Yəni biz bir tək öz klinikamızda yox, yəni biz istəyərdik ki, yəni bütün hamıda hər yerdə belə bir şey olsun. Çünki yenə deyirəm, son 15-20 ilin ərzində demək olar ki, yəni deyirəm, onurğa sütunu problemləri haqqında danışan yoxdur. Əvvəllər Sovet dövründə müəyyən konferensiyalar keçirdilər. Məsələn, Səhiyyə Nazirliyinin yolu ilə mi, yəni hansısa bir təşkilatın yolu ilə mi, baş məsələn terapeutləri çağırırdı. Yəni baş ginekoloq. İndi təəssüflər olsun, yəni ki, bu müəyyən dərəcədə quruluş nöqteyi nəzərindən çatışmamazlıqdır. Çünki həkimlər əvvəllər bir-birlərini bölüşürdülər. Yəni yıxışırdılar, savadlı, yəni çox qabaqcıl gedən professorlar vardı, həkimlər vardı ki, hansı ki, praktiklər. Onlarla söhbət edirdilər və təbii ki, yəni müəyyən şeyləri götürürdülər. İndi təəssüflər olsun, yenə deyirəm, hərə öz, yenə deyirəm, o qazanında qaynayır özü üçün və ona görə də bəzən, yəni ümumi iş biz dediyimiz, ümumi iş ki, hansı ki, xəstələrin münasibət, xəstənin müalicəsi deyilən bir doktrinadır. Yəni bu, respublikada ümumiyyətlə xəstələrə olan münasibətin doktrinasıdır. Yəni bu nöqteyi nəzərdən müəyyən problemlər var, yəni onurğa sütunu ilə bağlı və təbii ki, biz çalışırıq da, elə təşəkkür edirəm sizə ki, məsələn, bizi səhər tezdən belə çağırıb, yəni xalqa belə bir şeyləri deməyə imkan yaratmışsa, yəni doğrudan təşəkkür edirəm sizə və öz adından da, elə işçilərimiz adından, elə klinikanın adından. O nöqteyi nəzərdən də təbii ki, yəni onurğa sütunu deyəndə dediyim kimi, yəni bəsit bir quruluşdur, amma o onurğa sütununda baş verən dəyişikliklər çox böyük dəyişikliklərə yol açır, yəni gizli dəyişikliklərə, amma səbəbini əgər vara bilmədiyimizə görə də, yəni o xəstəliklərin müalicəsində təbii ki, artıq yəni köməkçi rolunu oynaya bilmirik. Ona görə də yəni deyirəm, biz hal-hazırda öz klinikamızda yəni bu işlərlə məşğulluq və təbii ki, yenə deyirəm, həkimlərin arasında da çox böyük propaganda aparır. Yəni propaganda aydınlaşdırma işi, yəni burada qeyri bir şey yoxdur. Demək olar ki, bütün həkimlər onurğa sütunu quruluşu haqqında məlumatı var. Bütün həkimlərin var. İstər böyüklük, kiçiklik, yəni ginekoloqdan tutmuş, göz həkimindən tutmuş. Bəzən sadəcə o xəstəliyin araşdırılması prosesində onun kökü, özü yaddan çıxır. Yəni başlayırıq müalicəyə, amma birdən məsələn, heç olmasa məsələn, bir balaca bir düşüncə ki, məsələn, orada belə bir şey ola bilər. Yəni bu özü bəzən işə doğrudan da yalnız kömək edə bilər. Yəni başqa heç bir şey ola bilməz. Belə bir söz deyim ki, məsələn, rentgen onurğa sütununun birbaşa proyeksiyada, yəni düz proyeksiyada rentgen olunması bəzən 90%-ə qədər onurğa sütununda baş verən həm prosesləri və onunla da bağlı sinir sistemində baş verən proseslər haqqında məlumat verir. Yəni çox bəsit bir yəni müayinə üsuludur. Halbuki get-gedə məsələn biz rentgendən istifadəmizi get-gedə azaldırıq. Yəni indi artıq daha müasir üsullar. Məsələn xəstə gəlir, mən maqnit rezonans tomoqram eləmişəm, mənim belimdə yırtığım var. Deyirəm ki, ay xəstə, xahiş edirəm get bir dənə birbaşa proyeksiyada beloma nahiyəsinin stimukasını, yəni rentgenin elə. Xəstə sıra o dəqiqə başlayır reaksiya verir ki, mənə deyiblər ki, ən yaxşı budur, bundan o yana yoxdur. Amma üz üstünəm, yəni maqnit rezonans tomogrammasının özü onurğa sütununun düzəni haqqında məlumat vermir. O yalnız kəsikləridir. Təsəvvür edin ki, bax belə bir onurğa sütunudur. Onu yarıdan bölürsən, onun içi görsənir. Və yaxud belə hissədə bölürsən. Amma onurğa sütununun tamamən düz quruluşu dediyimiz bir quruluş var. Yəni Allah Taala'dan verilmiş bir quruluşdur ki, yəni o quruluş yaddan çıxır. Amma o quruluşun içində də bəzən problemlər gizlənir. Yəni ona görə də elə ilk növbədə bizim yenə də tövsiyəmiz ondan ibarətdir ki, əgər elə bir problemlər varsa, uzun müddətli müalicə olunmayan xəstəliklər varsa, hansı ki, yəni problemə çevrilir zamanla, onların sadəcə elə bir dənə onurğa sütununu rentgen çəkini eləməklə bəzən doğrudan da gözlə görmək olur ki, onurğa sütununda problem var. Yəni bu problemlər fəqirlərin burulması ola bilər, fəqirlərin sürüşməsi ola bilər, onurğa sütunun əyiliyi ola bilər, fəqir arası disklərin çökməsi ola bilər. Yəni çox problemlər. Yəni onurğa sütununda bəzən ötəri olaraq bir osteoxondroz diaqnozu deyib keçirlər. Bəzən rentgenoloqların özü belə, məsələn, rentgen şəklini çəkir, altda rezümədə yazır.
Onurğa sütununun osteoxondrozu. Üzr istəyirəm, biz həmişə mən məsələn şəxsən özüm bu diaqnozu görürəm. Çünki diaqnoz olaraq, bu diaqnoz demək olmaz buna. Siz təsəvvür edin ki, birdən-birə elə bir ki, getmişsiniz möhtəbər bir klinikaya, yaxınlaşmışsınız sizə bir 150 dənə analiz ediblər, MRT ediblər, nə bilim, kompüter tomoqramması ediblər, rentgen ediblər və yaxud böyük bir papka sənədi qoyurlar qabağınıza və deyirlər, İbrar bəy, siz xəstəsiniz. Düzdür, yəni gülüş doğurursunuz. Yəni üzr necə yəni xəstəyəm? Yəni diaqnozda deyirik artıq. Biz deyirsiniz ki, yaxşı, baxın mən bilirəm xəstəyəm, amma diaqnoz nədir? Bir də sizin xəstəliyiniz elə xəstəlikdir. Bəli. Baxın, osteoxondroz sözünü tərcümə eləsəz Azərbaycandır, yəni belə çox bəsit bir dillə. Onu demək olar ki, sümük dayaq hərəkət aparatının kondrotik dəyişikliyi. Yəni bu nə deməkdir? Yəni bu orqanizmdə olan hansısa bir dəyişiklik haqqında məlumatdır. Yəni bəli, bizdə dəyişiklik var. Amma əgər məsələn deyəndə ki, spondiloz və ya konkret spondilit, məsələn, hansısa fəqərənin laterofleksiyası, yəni bu elmi dildir, amma deyəndə ki, məsələn, L5 fəqərəsinin laterofleksiyası, bu manual terapevtik diaqnozdur. Yəni ki, bizdə reyestrdə belə bir diaqnoz yoxdur. Yəni deyirəm, hesab edin ki, 5-ci fəqərənin, bel fəqərəsinin burulması və hansısa bir istiqamətdə sürüşməsi. Lateralistez, yəni yana sürüşmə, spondilolistez, qabağa sürüşmə, yəni bunlar hamısı konkret diaqnozdur. Yəni onurğa sütununu bir dəfə həmən rentgenini eləyəndə bu diaqnozlar, biz onu deyirik xəstələrə. Bəzən hətta olur, məsələn, hansısa bir müəssisədən rentgen olub, çəkib göndərib xəstəni, gəlir, deyirsən ki, səndə filan. Deyirəm, mən axı deyirlər, heç bir xəstəliyim yoxdur. Mənim onurğa sütununda yalnız osteoxondroz var. Başa yəni təbii ki, bizə gülümsəmək qalır. Amma elə ki, başlayırsan danışmağa, bizə deyirlər ki, yaxşı, bizə bunu niyə demirlər? Yəni biz təbii deyə bilmirik ki, ay rentgenoloqlar, ay bizim əzizlərimiz. Yəni bunu çəkəndə onun onurğa sütunun düzəninə daha diqqətlə fikir verin. Çünki hər fəqərənin balaca bir vurulmasının, yəni 3 mm fəqərə vurulanda artıq onun arasında, fəqərlərin arasında qalan diskin həm problemi əmələ gəlir, həm çıxan kötücüklər, yəni sinir kötücükləri var ki, onun probleminə çevirir. Ancaq bəzən yəni o problem gözə görsənmir, amma onun sonraki o səsi çıxır, yəni belə deyirlər. Yəni sonradan o baş vermiş daxili üzvlərdəki dəyişikliklər təbii ki, orqanizmdə gələcək problemlər yol açır, amma tapıla bilmədiyinə görə də qəhrəmancasına xəstə başlayır bir müəssisədən o biri müəssisəyə, bir müəssisədən o biri müəssisəyə, artıq indi mod təb düşüb İrana, Türkiyə və axır və s. gəlib çıxır. Yəni o nöqteyi nəzərdən də təbii ki, mən şəxsən özüm öz adımdan, yəni öz həkimlərimizə səslənmək istəyirəm ki, əzizlərim, yenə də onurğa sütununun yəni funksiyasını diaqnozu dəqiq qoyaq. Bəli, diaqnozu dəqiq qoyaq. Sadəcə osteoxondroz deyil. Bəli, onurğa sütununun yenə deyirəm, təqribən bir 25-30-a yaxın diaqnozu var. Yəni bunları təkcə osteoxondrozdan kifayətlənmirik. Yəni orada tam dərinliyə getsək başqa şeylər var. Çox böyük incəliklər var ki, hansı ki bunu təbii araşdırmaq lazımdır və təbii ki, yəni o müalicəmizlə bərabər, yəni hansı ki biz xəstəlik olaraq qəbul edirik, onunla bərabər onurğa sütununda müəyyən funksiyasını bərpa etmək lazımdır. Bəli. Təbii ki, onurğadan danışıb da skalyozdan və yaxud da kifozdan danışmamaq mənə elə gəlir ki, olmaz. Yəni sizin sahəyə aiddirsə biraz da ondan danışaq. Dərd orasındadır ki, baxın, bu elə bir problemlərdir ki, yenə də həmin o mərtəbələrin pozulmasından gedir. Baxın, bəzən skalyoz haqqında çox danışırıq. Yəni bizim öz klinikamızda da biz bu ilə məşğuluq. Yəni təqribən 8 yaşına qədər uşaqları biz 2-ci dərəcəliyə qədər skalyozu biz bərpa edirik. Amma baxın, skalyozun kökünün axtarılması özü bir problem. Biz onurğa sütununu məsələn skalyoz deyib keçirik, amma ombanın fleksiyası deyilən bir diaqnoz var. Mən bunu dəfələrlə deyirəm, amma təəssüflər olsun ki, yenə deyirəm, bəlkə də çatdıra bilmirəm bəzən. Omba sümüyü özü, demək qalça sümüklərinin içində tərpənə bilər. Siz təsəvvür edin ki, çanaq 3 dənə sümükdən ibarətdir, oma sümüyüdür və 2 dənə qalça sümüyüdür. Təsəvvür edin ki, oma doğuşda mı, yəni indi çox böyük dəb alıb, yəni çox böyük sət alıb. Doğuşlarda qadınları çox sıxışdırırlar, tələsdirirlər elə bir ki. Akuşerkalar elə bir harası tələsirlər ki, mütləq öz üstünəm, yəni bu saat 9-a qədər olmalıdır. Yəni bu düzgün deyil. Hər qadının özünün doğuş sürəsi var, yəni vaxtı var. İnsan ola bilər 4 saat doğar, ola bilər 14 saat doğar, ola bilər sutka yarıma doğa bilər. Amma doğuş köməyi zamanı başlayırlar qadının yəni doğuşdurmanı itələyirlər, yəni qarnını sıxırlar. Yəni kömək məqsədində. Bəli, problem buradan yaranır. Rodastomogen, yəni doğuşa kömək. Amma o doğuşa kömək zamanı həm qadına problem yaranır. Çünki üzr istəyirəm, yəni taz get-gedə böyüməlidir. Bu açılış deyirlər ginekoloqlar. Yəni taz get-gedə böyüyür. Allah Taala elə yaradıb ki, qığırdaqlar var. Yəni bu sümükləri birləşdirən qığırdaqlar başlayır yavaş-yavaş həm genişlənməyə, həm bağ aparatı yumşalır və boşalır. Onu birdən-birə itələyəndə təbii ki, həm ombanın özü tərpənir qadınlarda və həm də döl üçün problem yaranır. Yəni onurğa sütunu siz üstünə belə ki, başı keçməyən bir yerdən itələyib çıxartmağa çalışırsınız. Həm oma tərpənir uşaqlarda, həm boyunda problem mənə gəlir və təbii ki, doğuşdan sonra
Artıq bəzən yenə də yaddan çıxdı tamamilə bu şeylər ki, axı orada bir problem mənə gələr bilərdi. Və təqribən 7-8 yaşına çatanda hansı ki uşaqlar, hələ 8 qoyaq bıraqa, təzə anadan uşaqların böyük səviyyətində oma çıxıqları var. Bizə gəlib çıxır, bizim nevropatoloq, pediatrlarımız var ki, onlar bizə göndərirlər bunu. Rentgeni çəkirik, göstəririk, oma sümüyündə məsələn 4 mm əyrilik var. 5 yaşında uşaq gəlib, artıq ayağında düzlük, onurğa üstündə əyrilik, yerişində tamamilə dəyişik. Yəni elə problemlərdir ki, yəni nevropatoloqlar müalicə edirlər bunu. Daha doğrusu müalicə edirlər. Yəni 5 il gəlib keçib. Amma gəlir məsələn biz göstəririk, yəni bizim öz həkimlərimiz maşallah deyə bilərəm. Yəni təşəkkür edirəm yenə də öz həkimlərimizə. Yəni onlar o dəqiqə göndərirlər renginə, gedin manual terapi falan görür, biz göstəririk. Valideynlər göstəririk, həkimlərin özünü də göstəririk və çox bəsit manipulyasiyalarla, yəni çox bəsit manipulyasiyalar, yenə deyirəm, bəzən gülməlidir məsələn 2 il korsetdə saxlayırlar xəstəni. Təsəvvür edə bilirsiniz, yəni mənim belə bir xəstəm olub, 2 il qız uşağıdır, yəni onun öz problemi var və deyir 10 bat çıxığı var. Görürsən, paça-paça edirlər uşağı belənsin, 2 ildir artıq uşaq belə bir vəziyyətdədir. Təsəvvür edin, uşağı uzatmaq istəyir ağzı aşağı, onu ayaqlarını bax sürüşdürür, gəlir bilənsinə qoyur qabağa, yəni oturur. Ana dəhşətli bir vəziyyətdədir. Yəni ata ondan 5 betər. Gəlir bir dəfə onun basını belə tərpədir, yeni oturtdurup, deyir uşağı burax. Ana 20 gün mənə gecə gündüz zəng edir ki, ay doktor sən demirsən buraxıram ha. Amma 20 gündən sonra gəlir uşağı qoyur, uşaq durur divandan belə tutat yedir. Halbuki deyirlər ki, yox bu mütləq operasiya olmalıdır. Yəni çox bəsit şeylərdir. Yəni o bəsit şeyləri bilinmədiyinə görə də bəzən doğrudan da valideynlər üçün, xüsusən uşaqlar üçün. Və o onbanın əyriliyi, indi təsəvvür edin ki, 28 mərtəbəli binadan danışdıq biz. Təsəvvür edin ki, elə əyri bir vəziyyətdə dayanıb bax belə və onun üstündə siz istəyirsiniz ki, onurğa sütunu düzəlsin, düz olsun. Yəni bu qeyri-mümkün bir şeydir. Onurğa sütunu başlayır buna uyğunlaşmağa. Yəni onurğa sütunu zaman ərzində, xüsusən deyən deyirəm, o onurğa sütununun belə deyək də formalaşması dövrü var. Məsələn, təqribən 5-7 yaş arasında müəyyən qaydaya düşür, amma 7 yaşdan başlayaraq formalaşır. Və təbii ki, yəni artıq formalaşanda daha gecdir bu. Yəni bəzən 12 yaşdan sonra, 13 yaşdan sonra onurğa sütununda baş verən dəyişikliklərlə bağlı olaraq onurğa sütununu düzəltmək çox çətindir. Çünki fəqərə arası qığırdaqlar artıq şəkil salır. Spondilozlaşır, qığırdaq öz elastikliyini itirir. Yəni onurğa sütununda qabırğalar şəkil alır. Yəni elə bir dəyişiklik baş verir ki, onu düzəltmək doğrudan çox çətin olur. Amma yəni mən elə buradan yenə də xalqımıza səslənirəm. Yəni 7-8 yaşına qədər uşaqlarda üzrüstəm, hələ körpələrdə daha rahatdır. Bəzən bir prosedurla biz onu düzəldirik. Yəni qığırdaq üçün küçüdür. 90% sudan ibarətdir onurğa sütunu yaş yarım 2 yaşa qədər. Ondan sonra başlayır dəyişikliklər. Və təbii ki, yəni bir dəfə, 2 dəfə ilə düzəldilən bir şeyi bəzən çevirirlər artıq illərlə. Yəni illərlə müalicə olur. Xəstə bir müəssisədən çıxır, gedir o müəssisəyə, o sınıqçıdan bu sınıqçıya, aynən və axır və s. Axırda ümidini itirir və dərd orasında ki, düzgün olmayan, belə deyək də, münasibət sonunda da həmən o skalyozların artımına getirib çıxardı. Yəni bəsit bir, biz ona bəzən defans deyirik. Baxın, təsəvvür ki, belə bir, yəni biz 8 qradusa qədər, 8 dərəcə qədər olan əyrilik, biz ona defans deyirik. 2 dəfəyə düzəlir o. Amma başlayırlar müalicəyə. Yəni, hər kəs başlayır o müalicəyə. O idmandan, bu masajdan, bu filandan. Yavaş-yavaş baxırsan ki, məsələn, 8 ayın ərzində bəsit bir defans, qısa müddət ərzində gəldi, oldu 2-3 dərəcəli skalyoz. Və elə bir dərəcəyə çıxır ki, artıq onu geri qaytarmaq mümkündür. Çünki o idmanlar ki, verilir bu xəstələrə, o əzəllərin içərisində problemlər yaradır. Və onurğa sütunu artıq özünü mütləq uyğunlaşdırır bu şeylərə. Ona görə təbii ki, yəni, yaxşı, təbii, gözəl sualdır, ancaq biz deyərdik ki, yəni, tez düşün bu şeyin içində. Məsələn, 2 yaşına qədər 4-cü dərəcəyə çatsın, 3-cü dərəcəyə. Birinci dərəcədə məncə həll etsək daha, yəni həkimə müraciət etsək daha yaxşı olardı. Arzu doktor, mən sizə çox təşəkkür edirəm. Çox maraqlı söhbətinizə görə. İnanın ki, bu 20 dəqiqə necə keçdi, mən xəbərim olmadı. Mən buradan Atlas Tibb Mərkəzinin rəhbərliyindən xahiş etmək istəyirəm ki, gələn həftədə Arzu doktor bir daha narahat edəcəyik. Bura dəvət etmək istəyirik. Əgər təbii ki, şərait varsa, imkan varsa, biz Arzu doktorla gələn həftənin elə bu günlərində yenə də məhz bu mövzunu elə burada qaldığımız yerdən davam etdirmək istəyirik. Mənim daha çox diqqətimi çəkən bir məqam oldu. Mən deyərdim ki, problem oradan başlayır ki, doğuş zamanı doğuş həkimləri köməkçilərinin özünüz də qeyd etdiyiniz bir qədər vaxtı tələsdirmələri problemi bax oradan başladır ki, hansı ki, doğrudan da günümüzdə bu şey vardır. Bu şeyə daha çox diqqət etdirməliyik ki, doğuş zamanı hansı həkimlər istəyir ki, biraz tez, yəni işlərini belə deyil, lord ilə desək, işi tez bitirək, tezləşdirək, canımız tutarsın deyirlər. Amma bilmirlər ki, doğulan körpədə də fəsad yaradır və anada da fəsad yaradır. Ona görə də bu işə daha çox. Sizə bəsit bir rəqəm deyim ki, indi gələn xəstələrin, doğulan xəstələrdən təqribən belə deyək də, hər 5 xəstədən 3-ündə artıq skalyoz rast gəlir. Yəni bu dəhşətli bir şeydir. Bu deməkdir ki, yaxın bir 15 ilin ərzində
onurğa sütunla bağlı problemlər o qədər yüksək alacaq. Onsuz da alıb və alacaqdır ki, yəni bunun qarşısında olmaq doğrudan sonra mümkün olmayacaq. Çünki bu doğrudan da böyük bir problemdir. Bəli, ona görə də bu yəni doğuş həkimləri bir qədər diqqətli olsunlar, xahiş eləyək ki, yəni gələcək nəsillər üçün də problem yaratmayaq belə demək mümkünsə. Təşəkkür edirəm buradan Atlas klinikasına, onun rəhbərliyinə və Arzu doktor sizə şəxsən təşəkkür edirəm və tamaşaçılarımıza getmək istəyirəm ki, Atlas Tibb Mərkəzindən fizioterapiya şöbəsinin müdiri, manual terapevt Arzu Həsənov buradaydı. Biz yaxın 20 dəqiqə vaxt ərzində sadəcə bir sual ünvanlaya bildim. Daha doğrusu 2 sual ünvanlaya bildim. O qədər maraqlı söhbətimiz alındı ki, növbəti sual